Prezident demədi ki, cəmaatı burada salon təpiyüzün altına. Sallar məhliyə araya, cəmaat görmür yoldan keçənlər. Tutub aparırlar, o problemdədir. Xeyr ola. Üstünə qoyduğun narkotikdən, nəşədən tutub asıcaqlar. Neçə nəfər? Gəldilər Eurovision'dan qabaq burada cəmaatı süpürülüb apardılar, basdılar içəri. Türmə tikməsində prezident. İş yeri tiksin. İşsizəm. Ailəli yeməyi mən uşağımı saxlaya bilmirəm. Mən şəhərdə 30 kvadratda qalıram ki, mən biləm ayağım palçıqda deyil. Mən kənddən gəlməmişim. Babamın babası Əziz Məmməd kişi tikib o torpağı. Mən Bakılıyam. Mən gəlməmişim, torpaqları satıb o vaxt Çingiz Mustafa'ya çəkirdi. Amma hara gedirsin? Qoyunlara otarım şəhərdə. Mən Bakılıyam. Götürsün o qaçqınlara işığı pulsuz edeyim. O bizə də eləsin, yerli adam o. O yerli adam o. Bizə də qiymət verirsin də. Niyə verilmir bizə qiymət? Niyə verilmir də? Seçkilərə gələndə nə oldu cəmaatı? Yaxşı olacaq, yaxşı olacaq. Harada yaxşı olacaq? Erməniylə üzbəüz almışam. Erməniylə vırışmışam mən orada. Pozisiyada. İndi gəlin mən bunlarla atışım burada. Daş atım, Dubinqa vırsınlar mənə. Budur, hansı bir nazirin oğlu gedib canlı bir şəhid görüb. Onun beynini götürüb oğucuna anasının yanına apar. Heç biri. Gedin baxın da Facebook'da baxın da görün da kimlərin balaları necə yaşayır. Heç əskərlikdə olmuyor. Heç əskərlikdə də olmayıblar. Xeyr ola, belə şəhid verir hələ Azərbaycan cəmaatı, bunlar da köp edir. Xeyr ola. Dini danışıramız, axşam gəlmə aparacaqlar. Ona görə ki, haqsız dünyadır. Haqsız dünyadır. İş üçün gedirsən, deyirsən, kim göndər? Mənə valideyim göndər ki, get işlə günə dövlətində, qazan günə. Dövlət var ya. Dövlətində qazan işlə ailə saxla. Nə vaxtı kimi insan dərdindən, kasıbçılığına. Harada işləyəcəksən? Ailəli bir dənə körpə və övladım var, saxlaya bilmirəm onu. Hamısı dəstədir, ay bal. Amma ala burada indi buraya heç kim köpündən gəlib orada demək ki, ay prezident, mənə elə pul ver ki, mən milyoner olum. Yox, mənə elə pul ver ki, mən şəhərin sentrində yaşayım. Mən gedib Xırdalanda bir nə qədər nə yaşayam. İşlaqvan, elə belə özləri üçün şərait qurublar. Villalar tikiblər. Mən nə üçün o villanı tikiblər? Mən nə üçün ailəmiz dolandıra bilmirəm? Neftin, qazın, işığına olan ölkədə. Ala ben neylemişim? Ay falan. Ay çavurun olan. At bir daha müsaade veren daha. Ay küçük. Kimse adı diler. Adı ne adı nedir? Adı soyadı. Adı mı hiç olmasa. Ama ben neylemişim? Otur eş. Adı mı dene? Adı mı dene? Adı soyadı. Adı soyadı. Adı soyadı. Otur başına ver. Ben neylemişim? Otur da söz diyen eşit.